Salam uşaqlar. Bugün mən sizə 71-ci səhifədə olan 3 dənə məsələdən kömək etmək istəyirəm. 71-ci səhifədə 1-də nə deyilir? 1-də kitabınızda verilir, birinci kitabdan göstərin uşaqlar. Deməli, birinci məsələdə deyilir ki, cədvəldə uşaqların yay tətilində oxuduğu kitabların sayı göstərilib. Məsələn, Samir 3 ay var burada yay tətili. İyun, iyul, avqust. İyun ayında da 4 oxuyub, iyul ayında da, avqust ayında da. Cəmi neçə kitab olur onda burada? Cəmi Samir'in oxuduğu kitablar 12 dənə. Bəs Lalənin oxuduğu kitablar, Lalə də həmçinin iyun ayında az oxuyub 2 dənə. İyulda da Samirlə bərabər olub 4 dənə oxuyub. Avqustda Samirə gəlib çatsın deyə 6 dənə oxuyub ki, onda da 12 kitab olsun. Burada da 12 kitab Lalədə. Deməli, cəmi onda bunlar ikisinə neçə kitab oxuyublar? 24 kitab. Deməli, avqust ayında ikisi bir yerdə oxuyub 10 kitab. İyul ayında 8 kitab. 6 kitab da iyun ayında oxuyublar. Bax, cədvəli deyir, tamamlayın, doldurun. Mən belə doldurdum. İndi burada xətti diaqram var. Mən bu həm cədvəli, həm diaqramı mən burada doldurduğum qayda burada da yazmışam qaydada. Deməli, cəmini soruşurdu, boş idi. Bunları doldurduq. Bir də aşağıda da hər ikisi birlikdə bir ayda neçə kitab oxuyub. Bu boş xanaları da mən doldurmuşam. Nəyə əsasən? Samir iyun ayında neçə kitab oxuyubsa, 4 kitab oxuyub. İyul ayında da yenə görürsünüz ki, onunla bərabər səviyyədədir. Yenə 4-ə uyğundur. Avqust ayında da 4-ə uyğundur. Deməli, bu qırmızı diaqram, kitabda olan qırmızı düz xətt, hər 3 nöqtə aylar müxtəlif olsa da 4-ün üstünə gəlir. Hər 3 ayda 4 kitab oxuyub. Onda qırmızı xətt Samirə aiddir. Burada Samir 4 oxuyub. Digər göy xətt isə Laləyə aiddir. Bu göy xəttin qabağında Lalə yazmışam. İndi bu dairəvi diaqramda. Dairəvi diaqram həm ayları göstərir. İyun, iyul, avqust. Dairəvi diaqramı 3 aya bölmüşəm hər ikisində. Burada bərabər bölmüşəm. Çünki həm də bu kitabların da sayını göstərir. 12 kitabı göstərir. Hər aya 4 kitab bərabər düşdüyündən bu da bərabər bölünüb. Dairə bərabər bölünüb. Burada isə avqust ayında 6 kitab oxuyub. Yəni, avqust 3 ayın bir ayı tamamilə 12 kitabın yarısını göstərir. 6 kitab. 12 kitabın digər 6-sını isə 4-2. İyun və iyul aylarında oxuyub. Bu da Laləyə aiddir. Bu izahı belə idi. Bu piktogramdır uşaqlar. Piktogram şəkil üzrə sayları tapmaqdır. Piktogramda mən burada qeyd eləməmişəm. Ancaq indi mən burada qeyd eləyəcəyəm. Uşaqlar, eləməmişəm. Deyir, bu düzbucaqlı var ha, şəkil. Bax, burada çəkirəm düzbucaqlı. İndi olsun ki, mən bunu narıncı rəngləmədim. Bax, bu düzbucaqlı 200'ü göstərir. 200. Bax, burada da göstərilir. Bax, burada 200. Düzbucaqlı forması narıncı rəngdə 200'dür. Deməli, məktəb kitabxanasında şeirlər, bu bir dənə bu 200'ü göstərirsə, buraya yazıram 200. Şeirlər 200'dür. Bunu piktogramdan bildim ki, bu bir dənə 200'ü göstərir. Bəs burada isə 200'dən 3 dənədir. 200, 200, 200. 600. Bu da 200'ün yarısı. Bir dənə də 100 olar da 200'ün yarısı. 700. Hekayələr 700'dür. Ensiklopediya. Bu nə qədərdir bəs? 200. Bu da 100. Bax, burada kitabda da görünür. 200, 100. Bu da 100'ün yarısı 50. 350. Bu 350'ni göstərəcək. 4 dənə 200 var. Elmi populyar ədəbiyyat. 4 dənə 200 varsa, şəkil üzrə belə rəqəm verilir, ədəd verilir, şəkil üzrə biz tapırıq. 4 dənə 200 varsa, bu 800 olacaq. 4 dənə 200, 800 eləyər. Bu bizim kitabda verilənlərə uyğun tapdıq cavabı yazdıq. İndi
bizə sual verib ki, bu dəfə deyir, o düzbucaqlığını göy rəngdə verilib, göy rəngdə 100 olsun. Onda bax, bu rəqəmləri mən bura düzürəm. 200, 700, həmin kitablardır ya, sayı artıb azalmayıb. Eyni məktəbin kitabxanasıdır. 350, bu da 800. Deyir ki, şəkilləri bu dəfə 100 götür. Bax, bunu bu boş kvadratı göy rəngdə götür, özdə 100 elə. Bu 200-dürsə, bunu onda mən 2 dənə götürməliyəm ki, 100, 100, 200 olsun. Amma bu burada isə təkcə bir dənə 200 idi. Burada hərəsi 100 olduğundan 2 dənə götürdüm. 700, 100. Bunlar deməli neçə dənədir 700 olmaq üçün? 700-dürmü burada? 600, 100. Deməli 1, 2, 3, 4, 5, 6, 1, 2, 3, 4, 5, 6. Bax, birini mən burada çəkməmişəm. 7 olmalıdır 700 üçün. Bir dənə də çəkirəm belə. Bunu da rəngləyirəm göy rəngdən. Burada indi karandaş yoxdur əlimin altında. Bunu da belə fərqli deyil. Bu da göy rəngdə hesablayın. 700, 350, 100, 100, 100. Bu da 100'ün yarısı 50. 350. Burada isə 800'dür. 8 dənə biri 100'dürsə bu 100'lüklərdən 8 dənə olmalıdır. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu da bizim ikinci məsələmiz idi. Məsələ 2, səhifə 71-də. Üçüncü də, axırıncı məsələdə. Burada deyir, xətti diaqramdır. Biz deməli, cədvəl üzrə öyrəndik. Xətti diaqramı biz burada birinci məsələmizdə də öyrətdim sizə xətti diaqram necə qurulur. Burada isə yenə də xətti diaqramdır. Biraz çətin qəliz, biraz çətinləşmiş formadadır. Deməli, şəkildə siz görürsünüz ki, burada deməli, şəkildə üçüncü məsələdə canavar və dovşandır. Şəkildə indi yanaşı verilib. Əslində canavar, dovşan canavarın yanında olmur. Necə bilirsiniz ki, bu canavar özü yediyi qidalardan biri də elə dovşan ətidir. Dovşan da qaça bilməyən zəif dovşanları canavar tutub yeyir. İndi bu şəkildə verilib. Diaqramımızı da biz istifadə edirik. Qırmızı rəng dovşana aiddir. Göy rəngi isə canavara aiddir. Bax, aşağıda çəkilib. Mən də bu göy rəngi, uşaqlar, aşağıda olan göy rəngi göy nöqtələrinə göstərmişəm. Bu nə deməkdir? Bu deməkdir ki, 10 il ərzində meşədə yaşayan dovşan və canavarın sayı verilib burada. Məsələn, 2011-də göy rəng dedi ki, canavara aiddir. 2011-də 500 dənə canavar olub meşədə. 2012-də də 500. Bax, 500. 2013-də də 500. Say eyni qalıb. İndi biz dovşana baxaq. 2011-də dovşan olub 2500. Dovşanların sayı çox olub. 2500 uyğun gəlir. Aşağıya da 2011. 2012-də artıb olub 3500. 2013-də olub 4000. Dovşanların sayı artıb get-gedə. Ancaq canavar bu birinci 3 ili eyni olub. Birləşdirirəm. Bu canavarın 3 ildə bir dəfə deməli ki, qeyd olunub. Sonra deməli canavarların sayı artıb. Deməli 2014-də canavarın sayı olub 2000 dənə. İndi burada artıb demək olar ki, əvvəl canavarları ovlayıblar, eyni qədər qalıb. Sonra isə ovlanmaq qadağan olunub, canavarın sayı artıb olub 2000 dənə. 2013-cü ildə və yaxud da balalamaqla balalarını böyüdüb, həm də ovlanmadığına görə 2013-də canavarın sayı artıb olub 2000. Bax, 2000-ə uyğun gəlir. Bu da aşağıda 2014-də. 2015-də də artıb. Yenə də artıb canavarın sayı olub 2500. 500 bir ildə artıb sayı. 2500'ə uyğun gəlir. Sonra 2016-da say düşüb. Ya xəstəlik olubmu və ya ovlayıblarmı? Əslində icazə verilmir, gizlindən yəqin ovlanılıb.
yaxud da xəstəlik olub heyvanlar arasında düşüb 2016-da. 2017-də də yenə azalıb sayı. Neçə olub 2017-də? Gələk görək bu yana. 1500. 2017-də olub 1500. Sonra isə 2018-də olub 1000. Meşədə yaşayan canavarların sayı olub 1000 ədəd. Deməli ki, canavarlar 500 saydan qalxmışdı 2500-ə. Yenə başladı ölümləmi, xəstəlikləmi və yaxud da soyuq şaxta ilə mi gəlib düşdü. Yəni balalarını başqa heyvanlar ovlayıb aparıb. Ona görə də azalıb sayı. Olub 1000 dənə canavar olub meşədə. 2019-da isə yenidən artıb canavarın sayı. 2000 saya çıxıb, 2000 dənəyə qədər artıb. 2000 başda deyirlər buna heyvanlar üçün. 2020-də isə artıq 10 il olur burada. 2020-də canavarlar yenə də artıraraq saylarını 2000-dən 2500-ə qədər. 10 ildə belə, 10 il müddətində əvvəlcə canavarların sayı bərabər olub, 3 ildə 11, 12, 13, 2011, 12, 13-də. Sonra artıb, sonra azalıb, yenə də başlayıb artmağa. İndi qırmızı diaqramda dovşanları göstərək. Dovşanları dedik ki, 11-ci ildə olub 2500. 12-ci ildə isə olub, yox, 2500, 3500 olub 12-də. 1000 artıb, bir ildə 1000 dənə artıb. Sonra isə yenə də 500 artıb. Olub 3500. Canavarlara nisbətən dovşanlar sürətlə çoxalır. Həm də onlar çoxlu bala verir. Balalarının sayı çox olduğundan, çox sürətlə, həm də balaca olduğundan gizlənmək üçün yerləri onların mütləq olur. Torpağın altında yuva qurub gizlənirlər. Yenə də artıb, 2000 neçənci ilə düşür bu. 2014-də artıq onların sayı 5000-ə çıxıb. Canavarların sayı isə 2500-ə 2 qat çoxalıb bunlardan. Canavardan 2 qat çox olub sayları. Həm də dovşan sürətlə qaça bilir. Ona görə də öz canını digər yırtıcı heyvanlardan qoruyur. Sonra başlayıb azalmağa. 2015-də sayı azalaraq 4500-ə düşüb. Bax, aşağı gələndə say azalır. Azalıbsa neçəyə düşüb? 5000-dən düşdü 4500-ə 15-ci ildə. 16-cı ildə isə çox azalır. Çox azalır. İndi bax, məsələnizdə belə suallar var. Ən çox nə vaxt azalıb? Ən çox azalma bax budur. Bir il ərzində 4500-dən 3000-ə düşüb. 1500 qədər azalıb. Bir il müddətində 1500 azalıb. Bax burada. Sonra yenə də azalır. Dovşanların sayı 2016-da, 17-də 500 azalır. 2500-ə düşür 3000-dən. Yenidən burada dovşanlarda görürsən ki, çoxalma getdiyi üçün nədir? Canavarda. Burada da çoxalma gedir. Sayının çoxalmağı gedir. Dovşanlarda da. Yenə də bu neçənci ilə düşür, çoxalmağa başlayır? 2018-də. 2019-da da çoxalır. 2020-ci ildə isə canavarlarda azalmaq müşahidə olunmayıb. Canavar çoxalmağa doğru gedir. Dovşanların sayısı azalıb, az qala canavarların sayına bərabər olub. Başda çox fərqli idi bir-birindən. Burada isə görürsən ki, dovşanların sayı 500 qədər. Deməli, 3000 dovşandır sonda 2020-ci ildə. 2500-də canavarlardır. Yaxınlaşıblar bir-birinə. Qırmızı diaqram dovşanları göstərirdi. Göy diaqramda canavarları. Bu diaqramı oxumaq qaydası idi uşaqlar. Həm də məsələmizin həlli idi. Burada 2 sual var. Məsələdə 2 sual var. Deyir,
Canavarların sayı əvvəlki ilə miqdar nə vaxt artmışdır? Müddətdə ən çox artmışdı. Hansı ayda? Canavarların sayı. Bax bu ayda artıb. 2013-dən bax ən uzun artım bax bunu göstərir. Uzun xətt. Neçənci il olur? 2013-dən 2014-ə keçən ildə yazaq bunu bura. Suala odur. 2013-dən 2014-ə qədər artıb. Uzun xətt. Bu da artıb bu, amma az artıb. Ən çox burada artıb. Ən çoxu soruşur. Sonra soruşur. İkinci sual. Dovşanların sayı hansı il əvvəlki ilə müqayisədə azalmışdır? Bax burada. Bu ildə çox azalmışdır. Nisbətən çox azalmışdır və bu ildə mən izahda dedim onu. Deməli, hansı illərdir bunlar? 2015-dən 2016-ya uyğun gəlir. Bu 2015-ə, bu da 2016-ya belə. Bu nöqtə 2015-dir, bu nöqtə də 2016. Burada olur 4500, burada isə 3000 olur. 1500 azalıb, ən çox burada azalıb. Canavarlar isə ən çox belə artıb, yuxarıya gedib. Bu isə azalıb. Hansı il olur? İndi bax bu, biz də ona cavab yazaq. 2015-dən 2016-ya qədər. 2015-dən 2016-ya qədər. Nə olub? Azalıb. Azalıb. Burada isə 14-ə qədər canavarlar artıb. Bu qədər uşaqlar. Bu qədər. Abunə olun, bəyənin.